görürsən? Bax buna. Bayaq deyirsən, qolun kişi qoludur. Bax buna. Vaxtından tez ağır şeylərə güc eləməyimin səbəbidir. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Mənə Nərmin adlı bu xanımın videosunu tez-tez atırlar ki, əri əlil olan bu xanım modellik edir. Açıq-saçıq paltar geyir. Bu biabırçılığa mövqeyin nədir? Mövqeyim çox sadədir, əcəb edir. Özü bilər, sizə nə? Son zamanlar bir çoxları özlərini lap müqəddəs hesab edirlər. Yazırlar ki, əvvəl qutab satan idi, indi özünə maya buraxıb, gözəlləşib, canlı açıb hədiyələr qazanır, varlanır, qudurub. Siz mi atmışsınız o hədiyələri? Cibinizə mi girib? Dövlət büdcəsini mi dağıdıb? Kiminsə ərini mi əlindən alıb? Əxlaqsız videoları mı çıxıb? Pulunuzu mu atıb sizə? Yox. Bəs onda nədir bu çin-çidurət? Evli qadının şəxsi həyatına ərindən başqa kimsə müdaxilə edə bilməz. Özü də onu az qala təhqir edən bəzi kişilərə və qadınlaradır sözüm. Qadınları başa düşürəm, qısqanc olurlar. Özlərindən gözəlini qəbul edə bilmirlər. Ay kişilər, sizə nə gəlir? Mənə dedilər ki, bu xanımın canlı yayımına bir ağsaqqal girib, bunu danlayıb ki, qol açıq kimonoda səni TikTokda görən mənim məktəbli nəvələrim nə ibrət götürəcək? Hamı da alqış deyib, o kişi alqışlayıb. Ayaq saqqal, sənin məktəbli nəvənin dərs oxuyan vaxtı TikTokda nə azarı var? Tutalım uşaqdır, marağı var sosial şəbəkələrə. TikTok alqoritmi belədir ki, hansı sahəyə maraqlısansa, qarşına o videolar çıxacaq. Sənin nəvələrinin modellərə, açıq-saçıq videolara baxmasa, qarşısına çıxarmı? Qadın zərif məxluqdur. Qadın özünə baxımlı olmalıdır. Gözəllik hər bir qadının haqqıdır. Sizin həyat yoldaşlarınız toya gedən də, salona saç düzəltdirən də, qaynaq edən də, keratin edən də, dırnaq laklayan da, kontur sürtən də, pomada işlədən də olur. Amma əri əlil olan qutab satana olmaz. Yetim əlində qoğal əcaib. Nədir bu linç bu qadına? Oliqarxın arvadı itinə 2000'lik xalta alır, səsiniz çıxmır, paylaşılmışdı. Nazirin qızı dodaqlarını silikonlayıb, əl çantasının qiyməti 5000'dir. Səsiniz çıxmır, saytlar yazmışdı. Bir qutab satan, öz əməyi ilə pul qazanan biri sizi niyə bu qədər narahat edir ki? Məşhur olub, naxışı gətirib, pul qazanmaq üçün hər hansı bir reklam təklifi edib, alıb əcəb edib, halal xoş olsun. Qutab satan balası ilə qutab satan olmalıdır. Nazirin balası mütləq nazir olmalıdır. O xanım Kürdəxanıda dənizə gedən yol kənarında 50 dərəcə istidə təndir salıb cəhənnəm həyatı yaşayaraq qutab bişirəndə, qril satanda bu qədər halına yanmısınızmı? Balasına 1 manat artıq getsin deyə aldığınız o qrilə 1 manat artıq vermişdinizmi? O qadının əri Elnur adlı biridir, əlildir. Qucağında ərini daşıyır, deyirsiniz reklamdır. Canlı açıb hədiyyə qazanır, deyirsiniz pozğundur. Yaxşı, nə etsin? Əri haqqında nələr deyilmədi ki o yazığın? Biri dedi qazi deyil, biri dedi qumarda tavana oturub, əlil olub, nə bilim nə. Əşi, hər nədir? Onun əri sizin kimi normal insan kimi nə əlləri var, nə ayaqları. Sizin həyatdan aldığınız zövq səfanı o ala bilmir. Bəs ayıb deyilmi? Əlil ərinə, uşaqlarına bir tikə çörək aparmaq üçün çarpışan birinə qarşı bu qədər aqresiya nədir? Biz niyə belə olduq?